Salam dəyərli izləyicilər. Bugünkü videomuzun mövzusu süni intellektin verdiyi məlumatlara inanmalıyıqmı, yoxsa yox, bununla bağlı olacaqdır. Hardasa 2 il əvvəl işlədiyim estetik klinikaların birində ləkələrə son adlı bir kampaniya hazırlamalı idim. ChatGPT-yə yazdım ki, mənə ləkələrə sonla bağlı 10 ədəd sloqan yaz. ChatGPT götürüb mənə yazdı ki, keçmişiniz ləkəli ola bilər, dəriniz isə yox. Belə bir absurd bir variant verdi. Sonraki dövrlərdə də müxtəlif işlərlə bağlı olsun, kampaniyalardan bağlı olsun, məlumat axtaran zaman yenə də absurd məlumatlar verdi. Bəzən isə məlumatı elə verir ki, onun absurdluq orada tapmaq olmur. Yəni həqiqətən də inandırıcı gəlir. Ancaq mütləq şəkildə verilən məlumatların mənbələrini dəqiqləşdirmək lazımdır, həqiqiliyini doğrulamaq lazımdır. Dünyada müxtəlif sahələrdə çalışan insanlar məlumatları doğrulanmadan süni intellektin verdiyi məlumatlar əsasında belə deyək də öz işlərini tətbiq ediblər. Sonradan isə məlum olub ki, bu məlumatlar səhvdir, yanlışdır, düzgün məlumatlar deyil. Bu onların işləri üçün, karyeraları üçün çox böyük problemlər yaratıbdır. Bu baxımdan da düzdür. Yəni süni intellekt gün keçdikcə daha da güclənir, verdiyi məlumatlar həqiqətən çox güclü məlumatlar olur, amma yenə də süni intellekt nə məlumat versə, onun mənbəsini və doğruluğunu təsdiqləyin.